Herkese selam dostlar. Bugünlere bu show şey hakkında olacak. Hans denize Hans Fruit yaxşı gedir. Belə desək, Max level və oyunu çox yaxşı bildiyim üçün birinci dənizə gedən fruitlər ən əla. Belə desək, deməli sayaqda Blade deyirsiniz common fruitdir. Blade nə üçün olsun? Blade qılınclar üçün vura bilmir. Ona görə bu günləri dedikdə biraz heyecanlıyam. Blade, Flame, Smoke, sonra Ice, Dark, Light belə fruitlər yaxşı gedir. Buna görə də amma belə desək ən yaxşı fruit birinci dəniz üçün Light və Ice'dir. Çünki Light çox tez uçur. Həm də öz M1-i var. M1-i çox əladır. Ice həmçinin. Sonra keçək ikinci dənizə. İkinci dənizdə isə ən əla fruit seçsək Light, Budda və bəzi mitiklər var. Onlar da yaxşıdır. Bəzi mitiklər dediyim T-Rex, Kitsune, Dragon, elə bu fruitlər. Elə buradan da baxım görəsən hansı fruitlər yaxşı gedir. Pain də yaxşı gedir, amma Pain çox da güclü deyil. Onu deyə bilərsiniz. Başqa Sand dostlar, Sand birinci dəniz üçün də yaxşıdır. Mən bu fruitlər keçək üçüncü dənizə. Üçüncü dənizdəsinizsə ən əla fruit sizə təklifim odur ki, Budda, Awaken Budda. Awaken Budda ən əla fruitdir. Yəni üçüncü dəniz üçün farm hər şey üçün. Yadımdan da çıxdı. Qaz da həmçinin. Qaz da ikinci dəniz üçün yaxşıdır. Onun da M1-i vardı. Və buna görə elə bu fruitlər yaxşı gedir. Ona görə bugünlük bu qədər deyirəm. Dediklərim fruitləri yaxşı olar ki, istifadə edəsiniz hər dəniz üçün. Light isə ikinci dəniz üçün Awaken'lər daha yaxşı gedir. Light da həmçinin üçüncü dənizə yaxşıdır. Qəbul edirəm. Çünki can apara bilmir. Amma əgər aura varsa bəzi adamlarda ya NPC'lərdə onlar can apara biləcək. Eybi yoxdur. Instinktdən öldürə bilərsiniz. Elə bu qədər də. Ona görə hər kəsə sağ olun. Bu fruitlərə dediyimi eləsəniz çox rahat kasarsınız. Ona görə bay bay.